Gəlin zəhmət olmasa. Nazimə hardadır? Gəl Nazimə, gəl. Kraskların rəngini demədin, değil mi? Sənin bir videonu atıblar mənə. Heç özünün ağlına gəlməz ki, o bizim əlimizdə ola bilər. Gözlə. Səbirli olun. Şoka düşəcəksən. Bəlkə də heç ağlına gəlməz o. Aleyküm salam. Təmizləndi mi salam deyirəm. Çox sağ olun. Bəli, yaxşı. Müalicə oldun mu? Bəli. Sizə qurd xəstəliyi... Çay içə bilmirdim. İnanç ağrılardan mədəm, nə bilim, böyürlərim. İndi şükür, çox yaxşıyım. Sağ olsun doktorum. Sağ olasınız. Sizə qurd xəstəlikləri elə belə gəlməsin. Qurd xəstəlikləri qadınlarda, qız uşaqlarında varsa, bu onların sonsuzluğa qədər gətirib çıxara bilir. Elə kişilərdə də başqa xəstəliklər əmələ gətirə bilir, başqa problemlər yarada bilir. Bəli. Yəni o qədər böyük fəsadlar yaradır ki, qurd deyib keçməyin. Çünki onun çox ağır stres, gərginlik, əsəbilik, qıc olmalar hər şeyə gətirib çıxara bilər qurd xəstəlikləri insanı. Həqiqətən də. Ona görə də ölürdüm, çay içə bilmirdim. Mən onu demək istəyirəm ki, parazitar xəstəliklər bugün həqiqətən çox yayğındır. Mənim sonuncu kitabımda 450 səhifəlik Tibb Universiteti üçün hazırlanan dərslikdə də məhz qurd xəstəliklərinin nə qədər orqanizmdə olan fəsadları var, hamısı orada əks olunur. Və bu kitabda mən, yəni bu hər bir həkimin üstü kitabı olmalıdır. Qurd xəstəliklərini siz demişkən çox vaxt dırnaq arası baxılır. Amma hətta Rəşad doktor da burada da onu da demək istəyib, sistitdə belə, sidik kisəsinin iltihabında, börəklərin iltihabında, ginekoloji iltihablarda belə qurd xəstəliklərinin birbaşa rolu var. Bununla yanaşı mədə-bağırsaq həzm sistemində bilirik ki, qurd xəstəlikləri çox böyük fəsadlar törədir ki, xanımda da məhz mədə-bağırsaq problemi var idi, mədəsində yanmalar var idi. Mənim 3 ixtiram var qurd xəstəliklərinə görə. O ixtiralardan... Parastakini bilirəm. Bəli, 3 ləmbliozun addelini vardı, parazitalginin də addelini vardı. 3 ixtiranın 3'ü də məhz parazitar xəstəliklər üçündür. Onun hazırlanan bizim öz məhsullarımız sayəsində tam təbii olaraq aparılan müalicələr nəticəsində biz istənilən nəticələri ala bilirik. Sizin bir kapsulunuz da vardı, o gəldi mi? Bəli, kapsullarda da var. Yəni həm sirop şəklindədir, həm kapsul, həm çay şəklindədir. Həm də çay şəklində var. Hər 3 formada var da, yəni bunların hamısını... Tam təsdiq olunmuş, bizim Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş kapsulamızda bugün ışıq üzü görüb və o da istehsal olunub. Nə ışıq üzü görübdür? Kapsula. Parazitalginin kapsulası. Doğruda? Bəli. Həm kapsulu, həm siropu, həm də çayı. Maşallah. Və bir də Gəncəyə gedirsiniz inşallah. Gəncədə ayın 10-unda Logos Psixoloji Mərkəzdə, oradadır da. Bizim dəyişilməz ünvanımız var da. Bizim dəyişilməz ünvanımız var. Logos Psixoloji Mərkəzdə, Gəncədə Məlayət xanım öz komandası ilə gəlir. Bütün həkim heyəti oradadır. Buyurun, müraciət eləyin, gəlin. Özünüz bilirsiniz. Çox yerlərdən dəvət alırıq, ancaq ora bizə doğma olduğu üçün biz Logos Mərkəzdəyik. Amma digər rayonlar sonra inciyəcəklər sizdən. Yox, inciməyə ehtiyac yoxdur. Nətər olur? Bərdiyə də gedəcək. Bərdənin üstündən Gəncəyə 10 dəfə keçib gedirsiniz, amma Bərdiyə bir dəfə. Bərdiyə də gedəcək, indi getməliyik. Proqramımızda var, inşallah o da olacaq. O Gəncəli kimi nətər danışdı, Bərdə bu yandadır, Gəncə bu yandadır. Mən də buradan elə müraciət, evdə də zəng elib deyəcəm. Gözləyin, doktorumuz gəlir ayın 10 ora inşallah. İnşallah. Sağ salamat gedin.